El arasında deyirlər ki, insanın ölümü anlarında onu narahat etmək olmaz. Çünki can basar olar. Yəni verdiyi can basılar. Ona basqınçılıq olar, əziyyətlər çəkər. Bəli. Bir bax ki, səni görür, eşidir. Zəkada görür, eşidir. O qalxıb aradadır. Sorğu qarşısında oradadır. Səndən kömək gözləmir. Özü tək cavabdehlikdə oradadır. O bağlıdır, hələ bağlıdır. Öz cisminə bağlıdır. 3 gündür bağlıdır. 7 gündür, 40 gündür bağlıdır. Solğunlaşır, sönür. Bax, beyin qəfəsdə solğunlaşır, sönür. Bax, rəngi dəyişir, ağla bozluq arasında solğunlaşır. Parçalanmayıb hələ. Bax, sən o vücuda da bax. Vücud parçalanır, tikələnir, parçalanır. Beyinə bax, qəfəsdə beyinə bax. O yığılıb, yığcam olub. Yaddaş nöqtələri yığcam olub. Yan beyinlər dayanıb, orta beyin mərkəzləşib, kainatlara bağlanıb. Kainatlarda hələ axtarır, o vücudu axtarır. Öz bağlılığında axtarır. Vücuddan alırdı, az axımda ağ zərrəni, boz zərrəni, xaçı zərrəni alırdı. O ağ zərrələr saxlayır, vücudu o saxlayır. O beyin bağlıdır, kainatlara bağlıdır. Kainatlardakı ağ zərrələr axımına bərabər bağlıdır. Ətrafda, o mühitdə hər varlığa bağlıdır. O varlıqlarda axım arasındadır. Ağ zərrələrin axımı arasındadır. O zərrələrin axımı çox kiçicik hissəciklərdədir. O kainatlardandır, hər varlıqdadır. O zərrələr axımı bağlıdır o yaradana, onun nur işığına. Nur işığının pay-pay hissəciklərinə. O nur yoxsa işıq yox. İşıq payı yoxsa zərrə yox. Zərrə yoxsa yaranış yox, yaranacaq yox. O zərrə ilkdəndir, yaradanın nur payından, özündəndir, ilkdəndir. Beyin mərkəzdir, hər canlı varlıqda mərkəzdir. Yaddaş orada, zəka orada, əql orada, vücudu idarə edən orada. Ora isə bağlıdır yaradana. İnamı olsa da bağlıdır, olmasa da bağlıdır. Yaradan axı odur, onun özünə bağlıdır. Düşüncən bəyandır, o yaradana bəyandır. O yaradanı dərk etsən də bəyandır, dərk edə bilməsən də bəyandır. Yaradan axı odur, onun özünə bağlıdır. O ilkdir, ilkin özünə bağlıdır. Ürək sonda ölür deyirlər. Döyünməsinin sona çatmasına deyirlər. O ürəyi döyündürən var. Vücudda ağ zərrələrin, boz zərrələrin, xaçı zərrələrin axımı var. Hələ var. Onu hərəkətdə saxlayan o zərrələr var. O zərrələr yox olmur, uzaqlaşıb yox olmur. O vücudda sakitləşir, yox olmur. Beyin hələ ölməyib, kainatlara bağlıdır, ölməyib. Kainatlarda zərrə axımına bağlıdır. Səs edir. Çox sakit olsa da səs edir. Kainatlara səs salıb səs edir. Son səsini salıb səs edir. Çox sakit səslənmədə səs edir. Səs dayandı. Zəka qalxdı. Nəfəssiz zəka qalxdı. Yaddaşı o apardı. Zəka qalxdı. Zəkada yaddaş qalxdı. Yaddaşla vücudlaşdı. O bədən ruhi oldu. Ruh var idi ki, bədən var idi. Bədən qaldı, ruh qalxdı. Bir ana qalxdı. Əbədi varlıq o ruhi vücudda əbədiyyətə qalxdı. Bir anda ruh oradadır. O ruhda zəka oradadır. O zəkada yaddaş oradadır. Yaddaşda əql oradadır. Əqildə etdikləri əməllər oradadır. Hər fərdin özü ilə, özü oradadır. Cavabdehliyi oradan. Oraya idi, oradadır. O ağgeyimli qarşısında onadır. O ağgeyimli icraçıdır. Yaradan tərəfindən icraçıdır. Yaradan deyil, amma yaradanın icraçısıdır. Bağışlayan yaradan, rəhm edən yaradan, əziz edə bilən yaradan. Bağışlama bu deyil, yaradan məni bağışlayacaq deyimi deyil. Rəhm var ki, yüngüllük var. Yüngülləşdirmək var ki, yüngüllük var. Yüngülləşdirmək var ki, o yaratdığım əzizdir deyimi
yaradandan var.